Gecenin bu vaxtında bu tərəflərdə maşın tapılmaz. Minin mən sizi aparım. Gəlin. İstəmirəm Leylanın yan yörəsində fırlanasan ki, səni görüb halı daha da pislərsin. Əgər Leylanın halının daha pis elədiyini bilmək istəyirsən, öz evində axtar, burada yox. Sən özün həmişə deyərdin ki, səbirli olmaq lazımdır, təvəkkül eləmək lazımdır. Nə hadisə baş verib? Hayıfdır bu uşaq. Əynində qara paltar olmamalıdır. Bir addım atmaq lazımdır. Gərək getsin yaşayışının dalınca. Sağ olanda oğlum. Hey bunun dalıncaydım ki sənin necə xoşbəxt eləyə bilərəm. Sənin daha şad olmağın üçün bir yol tapmaq istəyirdim. Amma indi ancaq özünü axtarıram ki səni tapım. Hardasan oğlum? Hardasan? Hər hardasan bilirəm sənin də Leylanın qəm-qüssələri ilə ürəyin qan ağlayır. İztirab çəkirsən, qanın qaralır. Bilirsən oğlum, evlad itirmək böyük qəmdir. Fikirləşirdim ki bundan sonra daha qəmim olmasın. Ancaq varımdı oğlum. Varımdı. Leyla gülüşlerini yaddan çıkardı. Gündən günə yaşayışından daha çox uzaqlaşır, şadlığından.
o elden gedir. Bu məni qəmgin eləyib oğlum. Onu da itirmək istəmirəm sənin kimi ki itirdin. Buna görə də bir şey eləmək istəyirəm ki, sən də olsaydın ediyərdin. Allah da razıdır. Bəlkə həyata qayıtdı. Yaxşı oğlum. Yemək nədir Leylacan? Bozbaş. Bozbaş? Bəli. Bəs sufranı yerdə sal bala. Yerdə? Atam demişkən bəzi yeməklər ancaq yerdə ləzzət eləyər. Xüsusilə də bozbaş. Gəl burada sal. Bəh, ver mən salım. Sən niyə yaşsan? Leyla. Məni inciti tənbih elə. Əcəb, incitməyi də bacarır Hamid. Ürəyiniz istəyən qədər. Hələ sabah sənə görə oruç tutdu, məlum olacaq müdür kimdir. Sabah? Bəli. Sabah Həzrəti Zəhranın doğum günüdür. Bu ailədə adətdir ki, kişilər xanımlarının ömrünün uzun olması və sağlamlığı üçün oruç tuturlar. Birinci dəfə anam rəhmətli bu işi gördü. Allah rəhmət eləsin. Çox cavan olanda bir nəzri vardı. Sonra ömrünün axırınacan davam elədi. Ondan sonra kişilər xanımlarının ad günündə oruç tuturlar. Necə maraqlıdır. İndi bizim Hamidimizdə birinci dəfədir ki, xanımısı üçün oruç tutmaq istəyir. İnşallah. Buyurun. Yəni mənə görə? Bəli. İnşallah sənin növbəndə olacaq kişilər günü sən zəhmət çəkəcəksən. Yəni doğrudan mən də oruç tutmalıyam? Bəli. Ərinin sağlamlığı üçün buyur. Əlinizə sağlıq. Birinci dəfə rəhmətli Xaciyə xanımın məni oruç tutmaq üçün oyandırmağı yaxşı yadımdadır. Yaman təəccüblənmişdim. Dedim hələ Ramazan ayı gəlməyib ki. Dedi, bugün mənim oğlum Əli üçün. Oruç tutursan ki, kölgəsi başının üstündə olsun. Sən baş tacısan Şərifə bu hanım. Öyrən. Mənimlə belə danışmazsın. Öyrənəcək. Buyurun. Hamidcan, Bəli, gəl gedək aşağı o başdanlıq yer. yaxşı indi gəlirəm. Gəl əzizim. Buyurun. Sən də oyanmısan? Salam. Salam. Salam qızım. Sən də oruç tutmaq istəyirsən bəyəm. Gəlmişəm əmin olum ki, saxtakarlıq eləmirsən, oruç tutursan. Mənim Hamidim saxtakarlıq əhli deyil. Axırıncı loğmayacan hamısını yeyərsən, Allah sağlam olmaq istəyirəm. Hələ doğrudan da oruç tutsaq ömrümüz uzanar. Nəzirdir də qızım. İnşallah Allah qəbul edir.
Yemek düzeldirsen, O başlanlıq üçün bir şey hazırlayıram. o baştanlıq. Sabah Həzrət Əlinin doğum günüdür. Atalar günüdür, kişilər günüdür. Mən də həmişəki kimi oruç tutmaq istəyirəm. Mən də səninlə tutacağım. Məhtəba da demişəm tutsun. Qaynatası üçün, əri üçün, qardaş üçün. Ali, onlar nədir? Bunlar yerin, evin, zavodun sənədləridir. Bir şey olub? Yox, dedim bir mühasibat eləyəm, görəm nə nədir. Kömək istəmirsən? Yox. Can. 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 Alican. Ali. Dur. Sübh namazına az qalıb. Dur. O baştanlıq yemisən? Yox hələ. Keçən il Qadınlar Günündə Hamidim Leylanın sağlamlığı üçün oruç tutdu. Ancaq vaxt olmadı ki, Leyla əri üçün oruç tutsun. Şərifə, Leylanı davamlı o günlərin havasında saxlamağa bir səbəb yoxdur. Əksinə, gərək uzaqlaşdıraq onu. Muhammedi xatırladan hər şeydə. Uzaqlaşdıraq. Yəni deyək ki, Leyla mənim Hamidimin haqqında fikirləşməsin. Demək istədiyim bu deyil. Demək istədiyim budur ki, keçmiş haqqında fikirləşmək Leylanın dərdinə dava deyil. Mənim Hamidimi yaddan çıxarda bilər bəyəm. Məlumdur ki, yox. Leyla da elə qadın deyil ki, yadından çıxarda bilsin. Ancaq gərək bu günlərdən keçsin. Ali, bu sözləri deməyə necə ürəyin gəlir? Necə ürəyin gəldi? Şərifə. Şərifə.
Yox, yox, sağ ol, içmirəm, orucam. Ey vay bağışla. Heç fikrimdə deyildi. Bax, saxtakarlıq eləməmsən. Yaxşı ki, səhərdən bir yerdə olmuşuq ha. Azana hələ 4 saat qalıb. Bir yerə gedək, Hara? bir yerə. Hara? İftarda mənə qonaqsan. Axı, Bəyəm bugün mənim günüm deyil. Niyə? Yaxşı sözümə qulaq as da. yaxşı. Bir, Yenə başladı. 2, Orucam. 3. Leyla. Bəh, bəh, Leyla xanım. Gör nə eləmisən? Bu da birinci iftarı. Əlinə sağlıq. Günün mübarək Leyla. Vay. Çox qəşəngdir. Buna ehtiyac yox idi. Elə oruç tutmusan, mənim üçün bəsdir. Sağ ol. Xahiş edirəm. Vay, vay, vay. Acımdan ölürdüm. Hələ əvvəlidir. Gərək 120 il oruç tutasan. Sənin də növbən çatacaq ha. Hələlik ki, mənim günümdür. Bağışla, üzr istəyirəm, hər gün sənin günündür. Kim fikirləşirdi ki, bir gün sənin həyatını təhlükəyə atmış adamın sağlığı üçün oruç tutasan? Heç kəs bilmir Allah onun üçün nə yazıb. Yəni əvvəldən mənimlə sənin qismətin buymuş ki, bir yerdə olar? Bilmirəm. Adam öz həyatında nə qədər planlar cızırsa, başqa bir hadisə baş verir. Öz-özünə fikirləşir, bəxti gətirib, bəxti gətirməyib. Amma bilmir ki, o yuxarıda biri hər şeyi bir başqa cür görür. Ancaq biz də bura gəlib çatmaq üçün çox hadisələr yaşamışıq. Hə? Əldən verdiyin hər şeyin əvəzində bir başqa şey əldə edirsən. Məsələn, mənsiz nə olub? Bax, hər nağılın iki başı var. Daha heç vaxt bu sözləri demə, Hamid. Allahın yaxşılığı budur ki, qismətimizi bizdən gizli saxlayıb. Daha Daha nə? Allahın yaxşılığı. Aha, Allahın yaxşılığı. Hə, Allahın yaxşılığı ki, hədsizdir. Allah həmişə var. Hər yerdə var. Doğrudan da heç nə bunun kimi adamı sakitləşdirə bilmir. Hamid, Bəli, sənə paxıllığım tutur. əlinə sağlıq. Niyə? Sənə çox paxıllığım tutur. Ayyaşı məni xəcalətli eləmə. Ciddi deyirəm.
Yaxşı, niyə? Sənə çox paxıllığım tutur. Yaxşı, niyə mənə paxıllığın tutur? Çünki sənin üçün mən varam. Bax, bir dəfə də bu sözü desən. Çox. Yox, o qədər ki mən deyirəm, sən Bilirəm. yox bilmirsən. Çox. Allah sənə çox şükür. Salam baba. Salam əzizim. Salam ata. Salam qızım, yaxşısan? Sağ ol. Ana evdədir. Hə qızım, yuxarıdadır. Gəl. Sağ ol. Əlinizə sağlıq. Bəs Məhsin hardadır? Zavoda gedib. Gedin, yoldan eləməyək. Yaxşı əzizim, Gedək. gedin içə. Sağ ol babacan. Sağ ol ata. Sağ ol. Gedək evə qızım. Bax Əkbər əmi, bunlar bizim sifarişlərin siyasi rayının axırına gedir. Elə indinin özündə də gecə növbəsində adamımız Mən azdır. bilmirəm, gərək Hacı desin. Əkbər əmi, axı mən Buyur. bilmirəm ki. Halal süd əmmiş gəldi. Get özünə de. Bax, get sən dediklərimi sən özün həcc edir də. Əzizim özü şindir, get de ona. Get, Əkbər mənim əmi, işim var. əmi. Mənim işim var, get. Apar. Canım əzizim. Leyla can. Mən məscidə gedirəm. Yol üstü şirini alıb aparmaq istəyirəm Hamidim üçün. Əgər gəlmək istəyirsən gəl gedək. Hamid üçün. Hə, bu gün əziz gündür. Ehsan vermək istəyirəm. Uşağı da qoyarıq Məhtabın yanında. Gəl gedək. Yaxşı. Canım. Dedim 2-3 gün xəlvətə çəkilərsən, sakitləşərsən. Ancaq deyəsən özünlə yola gələ bilməmsən. Özümüzlə yola gəlmişik. Amma başqaları ilə yola gəlmək çətindir. Şərifə xanımla danışdın? Yox. Bütün səyimi göstərirəm. Olmur ki, olmur. Axır nə olacaq? Hər necə olsa məsələnin bir tərəfi odur da. Sən qadınları tanımırsan, Əkbər. Bir çox şeylərdə bizdən daha həssas və qısqancdırlar. Xüsusilə də Şərifə. Şərifə xanım ağıllıdır. Həyatın istisini, soyuğunu dadıb iş el odur. Dünya görmüş olsan da növbə özünə çatanda bir başqa cür olursan. Axır ki gərək onunla məsləhətləşəsən. Bunsuz işin qabağa getməyəcək. Əkbər, mən ki birdən Şərifənin yanına gedib deyə bilmərəm gərək Leyla ərə getsin, öz evinə eşiyinə getməlidir. Deyə bilərəm. Sən özün ki Hamidlə Şərifənin münasibətinin necə olduğunu bilirdin. Heç cür özünə qəbul elətdirə bilməyəcək ki Leyla ilə uşağının Hamidsiz bir başqa həyatı olmalıdır. Haqqı da var. Başqa hər kim də olsa qəbul eləməz. Onu başa düşməlisən. Hamı haqlıdır. Şərifə haqlıdır, Leyla haqlıdır. Hər kəsin bu dünyadan bir haqqı var da. Xeyirdir inşallah. Sən Allahı nəzər almısan. Allah da səni nəzər alacaq. Əgər mənimlə işin oldu, mən aşağıdayam. Buyurun. Əlinə sağlıq. Buyurun. Sağ ol kızım, sağ ol. Buyurun. Sağ ol qızım. Buyurun. Sağ Qəbul olsun olun. Şərifə xanım. Əlinizə sağlıq. Buyurun. Sağ olun. Buyurun. Leyla can, dur gedək əzizim. Şərifə xanım bağışlayın. Bir qadın var, tanışlarımızdandır. Bu yazığın əri xəstədir. İstirdim görəm müəssisənizdə onun üçün bir iş görə bilərsiniz. Bəli, niyə ki yox? Leyla can, sən get. Mən indi gəlirəm. Get əzizim. Çox sağ olun. Bir şey deyil. İndi qadın burdadır. Bəli, buradadılar.
Allah kabul eləsin. Allah sizden de kabul eləsin. Niye burada dayanmışsınız? Buyurun özüm sizi çatdıraram. Yok sağ olun. Çəkinməyin, buyurun. Yok axı Şərifə xanım da var. Onu gözləyirəm. Bəs belə. Balaca necədir doğrudan? Yaxşıdır. İncitmir ki. Uşaqdır da. Demək istəyirdim, əgər kömək istəsəz, problem çıxdı. Mənə arxayın ola bilərsiniz, sizə kömək eləyə bilərəm. Nə problemi? Elə belə dedim. İşdir də, uşaqla bağlı, özünüzlə bağlı. Birdən bir işiniz olsa Həciyə xanıma deməyə üzünüz gəlməsə, dedim ki, məni də öz ailən kimi bil. Çox sağ olun. Hacı özünün hər şeyin üstündə gözü var. Hə, yaxşı. Ancaq çox şeylər, çox işlər var ki, adam biri ilə dərdi dil eləmək istəyir. Amma hər kəslə yox. Mənə arxayın ola bilərsiniz. Elə bir şey yoxdur ki, mən onlara deyə bilməyim. Nə yaxşı. Demək istədiyim buydu ki, bir vaxt təklik hiss eləməyəsiniz. Bizim hamımızın fikri sizdədir. Hə, çox sağ olun, lütfkarsız. Bir şey deyil. Deyəsən Həciyə xanım gəldi. Salam əleykum. Salam, necəsiz? Yaxşısınız? Sağ olun. Yaşayasız. İcazənizlə Leylacan gedək əzizim. Gedək. Salam çatdırın. Sağ Allah olun. amanında. Möhsün, burada neye oturmuşsan? Hacı ile danışmak istemirdin beyim. Niyə? Danışaram elə. Şu tələs nə qədər ki getməyib. Yaxşı. Danışaram. Zəng eləyəydin Möhsün də iftara gələydi bizim yanımıza. Özün zəng eləsən daha yaxşıdır. Mama qəşəng oldu. Əla oldu. Sağ ol səni. Hara? İftara yaxındır. Bayıra çıxıram. Hamid sizin yanınızda qalsın. Hə? İstəyirsən mən də səninlə gəlim? Yox, gedib tez qayıdacağam. Axı, əzizim, ver mənə. Salam. Salam gül balam. İlahi mən sənə qurban olaram qəşəngcim. O qəşəng gözlərinə qurban olaram mən. Həc xanım, salam aleyküm. Sağ olun. Yox, ana, bu nə sözdür? Biz ki həmişə oradayıq. Narahatlıq yoxdur. Hacı atam kimidir. Fərqi yoxdur. Yaxşı. Yaxşı, mütləq gələrəm. Sağ olun. Allah amanında. Salam Hamid. Günün mübarək.
Yadından çıxmasın Əkbər, notariusun da fikri. Yaxşı hacı. Hamidin ilindən qabaq paylarını vermək istəyirəm. Bu haqda Şərifə xanımla danışmısan? Bəli, Şərifə. Yaxşı, yolu salarım. Uşaq niyə ağlıyor? Leyla yoxdur bəyə. Hara gedib? Necə yəni xəbəri yoxdur? Yaxşı da, yaxşı. Yaxşı. Sağ ol, sağ ol. Bura gələcəyini bilirdim. Keçen il Kadınlar Günü'nde Hamid benim için oruç tutanda bir yerde iftar yedik. Hamid orucunu tuttu ancak ben onun için oruç tutmadım. Əmin ol ki, hədiyyən ona çatacaq. Oğlun qanacaksızlıq elədi hacı. Çox qanacaksızdır. Getməməliydi. Adamları ixtiyarlarında olmayan şeyler üçün qınamalıyıq. Biz nə bilirik ki, Allah sabahını hazırlayır. Bəzi vaxtlar bu qismətə görə Allahdan şikayətçi oluram. Ancaq sonra fikirləşirəm ki, mənim əlimi Hamidin əlinə verən həmin qismət idi. Mənim heç Hamidim yox idi, tanımırdı. Əgər Hamid danışa bilsəydi, mütləq bizə deyərdi ki, həyatın bu bir neçə gününün qədrini daha yaxşı bilin. Özü bilir. Mən onunla yaşayıram. Hər gün, hər gün, hər an. Leyla, qızım, biz qəbul eləməliyik ki, həyatda Hamiddən başqa şeylər də var. Sən özün haqqında fikirləşməlisən. Uşağına, gələcəyinə. Əlimizi dizimizə qoyub ayağa durmalıyıq. Eşq ilə, ümidlə. Bu şeylərlə yaşamalıyıq. Bu sənin haqqındır. Bu hamımızın haqqıdır. Fikirləşmirdim ki, günün bu vaxtında Hamidi görməyə getsin. Al qızım. Sağ ol. Uşağın harası var? Yeri yoxdur ki. Haqqı var əlbəttə. Ha, ürəyindən çıxarda bilmir. Ancaq ürəyindən çıxarmayı bacarmalıdır.
Gərək evin eşiyinə baxsan. Canım. Məhtəb qızım, Bəli, atacan. bir dəqiqə otur, sənin işin var. Yaxşı. Leylacan, gəl bura qızım, gəl. Canım. Otur burada kızım. Bir gün ben Hamid'e dedim. Hamid oğlum, hayatını kurmak isteyende pille pille kur. Attım attım. Bunu ben atamdan öğrenmişim. Hamid'e de öğrettim. Hem öz hayatını hem anasının hayatını. Her ikisinin de. Ben istedim onların paylarını verem. Hamid'le Leyla'nın irsini. Öyle bu. Əlbəttə, inşallah ki, inşallah 120 sağ-salamat olasınız. Hacığa, mənə elə gəlir ki, bu sözlər başqa vaxtındır. Heç kəsin öz sabahından xəbəri yoxdur. Atanın canından uzaq. İnşallah 120 il kölgəniz başımız üstə olsun. Ölüm haqdır qızım. Mən də istəmirəm. Bu uşağın hesab kitabı əlim dünyadan üzüləndən sonraya qalsın. Belə də başqa sözüm yoxdur. Hələ yenə də deməm bədbini. Gördün axırda dəqiq sənə dediyim şey oldu? Hələ nə olub bəyəm? Hər kəsin malının ixtiyarı özündədir. Uşağıdır, payını vermək istəyir. Uşağıdır? Nəvəsidir. Bəs bu uşaqla uşağın fərqi nədir? Sən niyə belə olmusan Möhsün? Atamdan bizə az çatıb bəyəm. Ay yaşı, yenə mən gəldim 2 kəlmə söz deyəm xanımın millətləri başladı. Mən başladım Elə ya sən. danışırsan ki, elə bil mən zavodda işsiz dayanmışam. Niyə atam hər nə eləyir ona bir nüqsan tutursan? Ax, atana nə dəxli var əzizim? Mən Leyla haqqında danışıram. O məhkəmədən və alacaqlıları bu da bundan. Qəbul elə də əşi, bu qız dünən Hamidi aldadı. Bugün də atanın aşığını oğurlayıb. Sabah da biri gündə də əlini bir Allah bəndəsinin əlinə qoyacaq, siz sağ mən salamat. Möhsün, utan, bu necə danışmaq tərzidir? Bax gör mən sənə nə vaxt dedim. Əgər bu var dövlət və hacının abırısını bir yerdə aparmadı, hər nə istəyirsən mənə Bəsdir de. Möhsün. Nə atam boş yerə iş görən adamdır, nə Leyla sənin fikirləşdiyin o ifritədir. Yaxşı əzizim, sən düz deyirsən. Bir şey deyil ki, bu xətt bu da nişan görəcəyik. Əş o tərəfdən getdi. Sən bir şey bilirsən. Yox. Bilmirsən ya demək istəmirsən. Niyə məndən soruşursan? Hər nə bilmək istəyirsən gedəcinin özündən soruş. Yəni bu qədər tez əlimdən yoruldunuz? Adam bəyəm uşağının əlindən yorular. Bəs niyə mənə çatan kimi gələcəkdən, həyatdan danışırsınız?
Niye bu işi görürsüz? Bu boynumda olan haktır. Her ata uşağı için bu işi görür. Eğer haktır, bəs niye Məhtabın başkalarından hakkını vermirsiniz? Farkı var. Fərqi var ya məndən yaxa qurtarmaq istəyirsiniz? Ata, bu işinizdə mən daha çox qəriblik hiss eləyirəm. Şərif anayla, Məhtabla. Mən də istəməsəm onlar mənə qarşı qəriblik hissi keçirirlər. Ancaq hiss eləyirəm ki, gec-tez buradan getməli olan adamım. Heç kəs sənin haqqında belə fikirləşmir qızım. Bura evindir. Əgər sənin və o uşağın payını vermək istəyirəmsə, əslində istəyirəm ki, evin olduğundan əmin olasan. Əgər belə olsaydı, Mohsinlə Məhtabın baxışı mənə ağırlıq eləməzdi. Şərifə xanım sözünüzdən heyrətlənməzdi. Ata, mən heç nə istəmirəm. Ancaq burada artıq olduğumu hiss eləməyə qoymayın. Elə bu. Məsələ istəmək ya mənimlə sənin istəməməyin deyil, Leyla. Məsələ bu uşağın boynumda olan haqqıdır. İstəmirəm ki, məndən sonra bu evdə kin küdurət yaransın. Burada həll olmağını istəyirəm. Mən heç nə istəmirəm. Nə payım var, nə pay istəyirəm. Leyla, bu hər atanın ailəsi üçün elədiyi bir işdir. Geci var, tezi var, ancaq var. Bugün olmadı sabah, sabah olmadı o biri gün. Mən Allahın çiynimə qoyduğu əmanəti yerinə qoyuram. Bu o demək deyil ki, biz bir-birimizi buraxaq Allah amanına. Bunu da sənə deyim ha. Baş ağrısından başqa sənin üçün heç nə yoxdur. Buna görə də bir ayağın zavudda olmalıdır. Gələsən, görəsən, təcrübə eləyəsən, yerinə yetirəsən. Hamidin gördüyü işi. İndi sənin növbəndir. Daha evdə oturub qəm dəryasına batmaq bəsdir. Mən qoca kişiyəm, bütün işləri çatdırıb görə bilmirəm. Sabahdan sən gərək işləri yetişəsən. Bəs bu gecəni yaxşı istirahət elə səhərəcən. Gecən xeyrə, sabah səhər görüşərik. Mənə de niyə getdi? Heç birimizin taleyimizdən xəbərimiz yoxdur. Bəs o qədər rüya, o qədər fikir həyatımız üçün nə olacaq? Onların hamısı sənin yanındadır. Ürəyinin bir quşəsində. Bir güşəsində deyil, bütün vücudumdadır. Ona görədir bu qədər əzilirəm. Bu günlər də keçər Leyla. Bəzi şeylər keçməlidir ki, həll olsun. Mənim üçün keçmir. Bəzi vaxtlar ürəyimin yerindən qopduğunu hiss eləyirəm. Nə hiss olduğunu bilmirəm. Ancaq ölümə oxşayır. Ölüm. Sən bu hissi təcrübədən çıxartmısan. Hələ hər şey qurtarmayıb. Mənim üçün qurtarıb. Atam təkdir. Biri yanında olmalıdır. Çox təkdir.
Salam. Salam. Sizinlə danışmağa gəlmişdim. Nə haqda? Leyla. Dünya çox kiçikdir Səfər bəy. Sən nə axtarırsan? İkimiz də bir yerdən yaralıyıq. Hacəli Leyla xanımın irs payını ona vermək istəyir. Hacəlinin dostlarından biri, Tofiq. Nə araşdırma? Xeyr iş üçün. Mən bu uşağı çox Ancaq istəyirəm. istər xoşumuza gəlsin, istər xoşumuza gəlməsin, Leylanın vəziyyəti belə qalmayacaq. Mən deyirəm, Tofiq Leylanın yan yörəsinə fırlanmamalıdır. کجایی ای که عمری در هوایت نشستم زیر باران ها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابان ها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردم خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر باران ها کجایی